kişidə olan qadın döşlərinə görə kompleksə girib, belə deyim, cinsi münasibətə girməməsi. Pasiyent gəlib, pasiyentin yaşı 27-dir. Heç vaxt cinsi münasibətə girməyib. Səbəb? Sırf kompleksinə Bəli, görə. sinəmdən utanırım. Cinsi münasibət zamanı üstə çıxa bilmirlər. Sırf sinə komplekslərinə görə. Bizim mentalitetdə kişilərin döş böyüməsini danışmaq ayıbdır və kişilər bunu necəsə ya gizlədir, ya özünü aldadır. Libido da aşağı düşür, erkən boşalmalar da baş verir və hətta bu gətirib sonunda fertillik, yəni uşaq sahibi ola bilmə imkanına belə təsir göstərə bilər. Viagra kimi, Kamagra kimi dərmanlar istifadə edirlər. Bu addım ilə sizcə onlar da öz həyatlarını riskə atmırlarmı? Gecə saat 2-də, 3-də kişi nə durur, apteklərdən sildenafil tərkibli dərmanlar axtarır. Amma bir dəfə olsun maraqlanmır ki, həqiqətən də bunun erkən boşalmalarının, cinsi zəifliyinin səbəbi nədədir? İlk sualımız budur ki, erkən boşalma var. Qalib deyirlər, ay doktor, erkən boşalmanın buna aidiyyatı var. Mütləq şəkildə var. Salam, mən Hüseyn Ağayevin təqdimatında üzləşməyə baxış. Bugünkü qonağımın plastik cərrah. Salam, xoş gəlmisiniz. Salam, xoş gördük Hüseyn bəy. Özünüzü qısaca təqdim edin. Mən plastik cərrah Vəli Əliyev, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında fəaliyyət göstərirəm. Dar ixtisasım ginekamastiyadır. İlk olaraq bilmək istərdik ki, ginekamastiya tibbin hansı sahəsində aid olduğu və hansı sağlamlıq problemlərini özündə ehtiva etdiyindən danışaq. Belə deyək, ginekamastiya termini biraz çətindir. Bunu daha sadələşdirsək, qadına bənzər sinə kişilərdə. Biz belə bir deformasiyadan bəhs edirik. Bu, əsasən tibbin endokrinologiya, yəni hormonları öyrənən elmi, cərrahi hissəsini və təbii ki, psixososial hissəsini özündə birləşdirir. Sizcə cəmiyyətdə hazırda insanlar daha çox sağlamlığına, yəni funksionallığına üstünlük verir, yoxsa estetika, yəni görüntüyə? Bir söz var, funksional olan bir şey hər zaman yaxşıdır, lakin mən bu illərdir təcrübəmdə bundan razılaşmıram. Əgər həqiqətən də funksionallıq hər şey olsaydı, hər kəs Azərbaycanda bu dəqiqə qaçıb burnunu kəstirmək istəməzdi. Məsələ nədən ibarətdir? Əgər mən güzgüyə baxanda bu şeylə razıyamsa, bu funksional olmasa belə mənim həqiqətimdir və mənim üçün yaxşıdır. Amma yox, mən güzgüyə baxanda bu şey funksionaldır, amma yenə də mənim xoşuma gəlmirsə, mən yenə də həkimə müraciət edəcəm. Yəni bu fərdə görə dəyişir. Bəs yaxşı, hansısa bir absurd istək olduğu halda, misal normadadırsa, amma normadan kənara çıxmaq istəyirsə bir pasiyent sizə yaxınlaşdığında və özünün güzgüdə gördüyü zaman onun üçün o normal deyil, amma belə tip tərəfdən baxsaq, onun parametrləri normallar çərçivəsindədir belə deyək və ona ehtiyac yoxdur ki, hal-hazırda əməliyyat olsun. Bu halda pasiyentə hansı məsləhətlər verirsiniz? Birincisi, kimsə bizə müraciət etdiyi təqdirdə mütləq şəkildə prolaktindir, estradioldur və digər bir sıra hormonal analizlərdən keçirdirik. Ultrasəsli müayinənin nəticəsinə baxırıq və ardından artıq biz onunla müayinədə deyirik ki, sizdə bu zəruri bir əməliyyatdır, yoxsa sizə zərurətə ehtiyac yoxdur. Lakin estetik olaraq, əgər həqiqətən də bu sizdə psixososial, öncə də vurğuladığım kimi problem yaradırsa, bunu həll eləyə bilərik. Bəs mentalitet tərəfdən, bizim mentalitetdə kişilərin döş böyüməsini danışmaq ayıbdır və kişilər bunu necəsə ya gizlədir, ya özünü aldadır ki, belə normaldır, belə də ola bilər, Allah məni belə yaradıb və s. bunun kimi özünə deyə biləcəyi yüzlərlə yalanlar var. Kişilərin bunu gizlədərək illərlə yaşaması gecikmiş diaqnoza səbəb olurmu və gecikmiş diaqnoz olduğu zaman problemlər necə həll olunur və hansı problemlərə gətirib çıxarda bilir? Gəlin bunun misalını biz burunun paralelində verək. Misal üçün, pis burnu olan insanlar var, lordə desək, yəni burun estetik olaraq gözəl görünmür. Amma illər sonra, bu illər ərzində də sübut olundu ki, əksər hallarda bənzəri insanlarda nəfəs alma problemi də olur. Çünki müəyyən bir fiziki qanunlar var ki, ağciyər mənfi təzyiq istifadə edib havanı içinə çəkə bilsin. Eyni ilə də bu şamil olunur ginekomastiyaya. Yəni, bir insanın əgər qadınsız sinəsi varsa, bu təbii ki, bunu gizlətmək istəyir. Tabu hesab olunur. Yəni, bu da nəyə gətirib çıxardır? Təbii ki, müəyyən dərəcədə skalyoza, müəyyən dərəcədə onurğa sütununu əyib yerimək arzusuna və əlavətən də bu insanın istismar olunmuş cinsi fəaliyyətinə. Libido da aşağı düşür,
erkən boşalmalar da baş verir və hətta bu gətirib sonunda fertilliyi, yəni uşaq sahibi ola bilmə imkanına belə təsir göstərə bilər. İrəliləyən yaşlarda isə bu artıq şəkərli diabet, onkologiya və digər bir sıra çox daha ciddi problemlərə gətirib çıxardır. Məsəl üçün bir çox insanların bildiyi və mənim də ən çox eşitdiyim məsələ odur ki, erkən boşalmanın səbəbi psixoloji bir məsələdir. Yəni kişi öz beynində bunu idarə eləyir və istəsə bunu özündə belə deyim də artıra bilir zamanı və idarə eləyə bilir zamanı. Amma siz indi mənə deyirsiniz ki, məsələn, bu ginekamastiyadan kişinin döşünün ölçüsü və bu anadan gəlmə olan bir proses bunun erkən boşalmasına səbəb olur. Bu indiyə qədər eşitdiyimiz yalan idi, onda belə çıxır. Psixologiya elminin banilərindən hesab olunan Sigmund Freudun özünün əsl ixtisası nevroloqdur. Yəni bu insan nevrolojik olaraq izah eləmədiyi xüsusiyyətləri başlayır psixologiya, yəni ruhu öyrənən elm adı altında insanlara təqdim eləməyə. Nə qədər düzdür, nə qədər səhvdir, təbii ki, bununla məşğul olan yetər qədər dəyərli mütəxəssislərimiz var. Bizim sahəmiz deyil, bu barədə fikir bildirmək istəmərik. Lakin əgər altda yatan hər hansısa bir hormonal dizbalans yoxdursa, altda yatan hər hansısa bir hormonal pozuntu yoxdursa, libidonu biz sadəcə o təqdirdə durub psixologiyaya bağlaya bilərik. Misal üçün, bizə dəfələrlə müraciət ediblər, bodybuildinglə məşğul olub, bədəni yetər qədər yaxşı olan insanlar və şikayətlərin əsas səbəbi nədir? Cinsi münasibət zamanı üstə çıxa bilmirlər. Sırf sinə komplekslərinə görə. Və bənzəri formalar artıq təbii ki, gətirib ona çıxardır ki, bu insan cinsi münasibət zamanı rahat ola bilmir. Yəni, bu prosesdən müəyyən bir tətmin hissini yaşamaq yerinə fokuslanır öz eyiblərinə, öz qüsurlarına. Bu da gətirib çıxardır öz növbəsində təbii ki, həm erkən boşalmalara, həm də ki, cinsi münasibətdən qaçınma arzusuna. Statistik olaraq sübut olunub ki, kişilərin 30%-i ginekomastiyaya sahib olan kişilərdən söhbət gedir. Yəni, qadınsız sinəsi olan kişilərdən söhbət gedir. Cinsi münasibətdən qaçınırlar. Bəs yaxşı, belə problemi olan insanlar, hansı ki psixoloji deyil də dediyiniz problemlərlə yanaşan tibbi problemi olan insanların bir çoxları da sildenafil qrupuna daxil olan dərmanlar, preparatlar qəbul edərək cinsi münasibətlərini davam etdirirlər. Məsələn, Viagra kimi, Kamagra kimi dərmanlar istifadə edirlər. Bu addım ilə sizcə onlar da öz həyatlarını riskə atmırlarmı? Ümumiyyətlə, gəlin biraz bu dərmanların əsas nə funksiyası var, onlara baxaq. Sildenafil dediyimiz dərmanın əsas funksiyası çox azı bu haqda məlumatda olsa da təzyiq salmaq üçündür. Bu, damarın genişlənib daralmağına gətirib çıxardan dərmanlardandır. Və beləliklə yan təsir olaraq bu artıq gətirir çıxardır müəyyən cinsi iqtidarın bərpasına. Amma bu müvəqqəti bir təsirdir. Əlavətən də sistematik olaraq əgər misal üçün mənim 50 yaşım varsa, mən daha öncədən ürəyimə stent qoydurmuşamsa, Lordi desək, mənim bənzəri dərmanları istifadə eləməyim və hər istifadə etdiyim dəfə mənim ölümlə üz-üzə gəlməyimdir. Çünki tromboemboliya dediyimiz faktordan qəfləti ölüm baş verə bilər. Qaydaq ən belə bu sualların hamısının başına ki, niyə ümumiyyətlə biz yaradılışımızda bəzilərimiz bu tip, yəni qadın döşlərinə sahib kişilər olur? Bu nədən irəli gəlir? Bu genetikdir, yoxsa hansısa bir etapda, hansısa bir anadan gəlmə xəstəlikdirmi? Necə bir ad qoymaq olar və bunun əsas səbəbi? Əsas səbəb olaraq ana bətnində ilk həftələrdə bunu hamı bilir, qadınlarda da, kişilərdə də eyni inkişaf periodları başlayır. Ardından Müller və Wolfram dakt kanalı dediyimiz kanallar formalaşır və bu artıq təyin edir. Bu insan kişidir, bu insan xanımdır. Lakin bizim bədənimiz bəzən başa düşə bilmir nə baş verir. Misal üçün, bizə gələn pasientlərdə biz çox vaxt nəyə müşahidə edirik? Estriol dediyimiz hormonun artışını. Estriol hormonu, yəni estrogenin 3-cü kateqoriya hormonu daha çox hamilə xanımlarda artmalıdır. Və əsas artım səbəbi də nədir? Doğuşdan sonra laktasiya dövrünə bu insana hazırlamaq. Laktasiya nədir? Vəzi böyüməlidir. Lakin bu kişilərdə də baş verir. Bədən hormonal olaraq zənn edir ki, bu insan hamilədir. Yəni, biz ginekamastiyanın altında yatan biolojik səbəblər araşdırırıqsa, nəzərə almağımız lazım olan birinci faktor budur. Hər şeyə genetik səbəb, qidalanma falan deyib keçmək asandır. Bu, elmin qısa müddətli yaranmağının gətirib çıxartdığı nəticələrdir. Bizim hal-hazırda bir çoxumuzun bildiyi endokrinologiya elminin belə sadəcə 100 yaşı var.
Yəni 19-cu əsrlərin sonunda formalaşmış bir elmdir. Yüz illər boyu, min illər boyu tibb elmi əsla məlumatı olmayıb ki, endokrinologiya deyilən bir şey var, hormonlar var və s. və ilə axır. Bu günlərdə təbii ki, biz müasir tibbdə nə qədər inkişafdan bəhs eləsək də, hələm də bir çox mövzular əsla araşdırılmayıblar və bir çox mövzular sual altına qoyulmayıblar. Ümumiyyətlə, gəlin belə deyək, aromataza dediyimiz bir enzim testosteronu estradiola dönüşdürür. Bu ana mexanizmdir. Bu ana mexanizm kimlərdə işləyir? 15 yaşına qədər bunun bütün kişilərdə işləməyi normaldır. Və bu səbəbdən də bir çox ginekomasiya növü var ki, 15 yaşına qədər geri dönən ola bilir. 15 yaşından sonra artıq kişilərdə kişilik əlamətləri ortaya çıxmağa başlayanda, yəni səs qalınlaşmağa, boy hündürləşməyə və s. bu əlamətlər, yəni akselerasiya tamamlananda artıq bu insanlarda ginekomasiya ya keçir, ya da ömrünün sonuna qədər qalır, əgər cərrahi müdaxilə olunmasa. Bənzəri biz metabolizma problemlərində qaçınmaqdan ötürü mütləq pasientlərə tövsiyə edirik ki, əgər uşaq sahibi olmaqda problem yaşayırsınızsa, mütləq birinci ginekomasiyanızda yoxlatdırın. Çünki bizə bu mövzuda müraciət edən pasientlər də yetər qədər çox olublar. Kişi döşündəki hər böyümə ginekomasiyadır. Gəlin belə bir sualdan mən sizə cavab verim. Normal penis ölçüsü hər birimiz bilirik ki, 8 santimetrdir. Yəni bu funksional olaraq artıq bu insanın orqanın təbiəti etibarı ilə funksiyasını yerinə yetirməyə gətirib çıxardır. Bunun təbii ki, hər kəs minimumunu soruşsa da, hər kəsin beynində tutduğu bir ölçü var. Ginekomasiyada da bənzəri problemdir. Bəli, sizin mənim deyib, bu balacadır, bu onsuz da əməliyyatlıq deyil, deyib ki, özümdə də baş verib. Pasient yaxınlaşır, birinci dərəcə ginekomasiyadan əziyyət çəkir. Çox balaca bir böyümədir. O pasiyentə ilk başda atqaz edirəm. Ondan sonra o pasiyent bu boyda uzunluğunda mənə mesaj yazır. Ki, doktor, siz başa düşmürsünüz. Mən trenajör zalından çıxmıram. Lakin mən hələm də xəyalını qurduğum o V formasındakı sinəyə sahib deyiləm. Belə bir vəziyyət yaranır. Yəni, biraz empatiya tələb edir ginekomasiyanı biz təsnifatlandıranda. Cəmiyyətimizdə bununla bağlı kişilər açıq şəkildə müraciət edirlərmi hal-hazırda, yoxsa yenə də keçmiş zamanlara biraz baxsaq, bu ayıb sayılırmı? Yəni sizin yanınıza gələn pasiyentlər və ümumiyyətlə siz bu halda danışdığınız halda ki, hansısa bir seminarlarda mı deyim, hansısa bir görüşlərdə mi deyim, kişilər nə qədər hal-hazırda buna üst tuturlar və bu problemi aradan qaldırmaqda açıqdırlar? Yetəri qədər açıqdılar. Təbii ki, müəyyən xırda bir qrup hələm də tərəddüddədir ki, biz bənzəri pasiyentlərin nə əməliyyat olunmağından tərəfdarıq, nə də əməliyyat eləməkdən tərəfdarıq. Əgər pasiyent müayinə zamanı, ay doktor, bunun əməliyyatdan başqa bir çarəsi yoxdurmu? Sualını hələm də verirsə, deməli bu insan bunun tək çarəsinin əməliyyat olduğu faktını hələm qəbullana bilməyib. Və biz bənzəri hallarda yenidən izah edirik ki, təbii ki, bu onkolojik bir problemdir. Onkolojik olaraq bunu dayandıran dərman preparatları mövcuddur. Lakin bu preparatların əksəriyyəti sizin sperma bölünməyiniz daxil olmaqdan bir çox funksional olaraq bədəninizin fəaliyyətinə maneçilik törədəcəklərdir. Ginekomasiya təkcə estetik məsələdə deyirlər. Sizcə bu fikir nə dərəcədə təhlükəlidir? Daha öncə də vurğuladım. Estetik olaraq əgər funksionallıq və estetika arasında çox böyük bir fərq olsaydı və biz təbii ki, durub normativlərə uyğun danışırıqsa ki, misal üçün də onsuz da sizdən o qədər də böyük deyil və ya misal üçün əşi böyükdə qalıb özü üçün. Bənzəri problemlər əgər həqiqətən də üstünlük təşkil etsəydilər bu cəmiyyətdə hər 18 yaşına çatan insan gedib burun əməliyyatı olunmazdı. Əlavətən hər 8 santimetrdən və ona yaxın bir ölçüyə sahib olan insanlar gedib penisinə protez taxdırmazdılar. Yəni, bu yenə də deyirəm, insanlıq tarixində ümumiyyətlə insan bir şey nə zaman eləyir, ya onu eləməyə şəraiti yoxdur, ya da onu eləməyi heç kim ona təklif eləmir. Bizdə 2024-cü ilə qədər Azərbaycanda necə bir vəziyyət idi? Dünyada kişilər arasında ikinci ən populyar əməliyyat hesab olunan ginekomasiya Azərbaycanda çox az bir qism tərəfindən tanınırdı. Məncə hal-hazırda belə az tanınır. Hal-hazırda da təbii ki, az tanınır. Bizim bir il yarımdır verdiyimiz zaten müharibənin kökündə də yatan səbəb budur.
Çünki bunun xəstəlik olduğunu, bunun həqiqətən də şəkərli diabetə və digər bir sıra ağırlaşmalara gətirib çıxarda biləcəyini hələn bir çox insan özündə qəbullana bilmir. Amma cavab çox sadədir. 45 yaş və üzəri şəkərli diabetə sahib olan hər hansısa bir insana baxın, %90% o insana ginekamastiya var. Çünki bu bir vəzi mənşəli problemdir. Lakin bizə müraciət edən pasiyentlər, yenə də estetika və tibblə cavab verirəm. Bizə müraciət edən pasiyentlər demirlər ki, bizim sadəcə səhhətə görə sinəmizi düzəldin. Bizə deyirlər ki, biz V formalı sinə istəyirik. Biz orijinal V formalı, yəni latissimus dorsinin, deltoid əzələlərinin və digər əzələ qruplarının 1-2 dənə idman hərəkəti ilə tezbızar çıxa biləcəyi bir əməliyyat nəticəsi istəyirik. Bu səbəbdən də bizdə əməliyyatlar klassik 35-40 dəqiqə yox, 3 saat, 3 saat yarım, bəzən 4 saat belə davam edir. Onda belə çıxır ki, el arasında olan belə bir mif var ki, ginekamastiya idmanla keçir. Bu heç bir əsası yoxdur. Yəni insanlar idman edib də ginekamastiyadan azad ola bilmirlər. Əgər biz burada birinci dərəcə minimal deformasiyadan söhbət aparırıqsa, yəni misal üçün minimal bir dəyişimi var. Bu minimal dəyişimi idmanla sadəcə ört-basdır eləmək istəyir. Vuaля, edə bilərlər. Yox, əgər biz burada bəhs ediriksə ki, bu insan tam səhhət olaraq, funksional olaraq tam özünə geri qayıtmaq istəyir, yox, mümkün deyil idmanla. Ümumiyyətlə sizin əməliyyatlarınız təkcə kişilərə aid deyil də, yəni qadınlarda da siz bu əməliyyatları eləyirsiniz və qadınlarda da anadan gəlmə və yaxud doğuş sonrası bu problemlər, döşün həddən artıq çox böyük olması və yaxud tam əksinə balaca olması və bu kimi problemləri də qadınlar da yaşayır və bu kimi problemlərlə qadınlar da necəsə psixoloji problemlər yaşayır və özünə qapanmalar, özgüvənsizlik və s. bunun kimi məsələlər var. Və mən bilmək istəyirəm, belə də sual vermək istəyirəm. Qadınlar sizə nə dərəcədə müraciət edirlər və ən çox hansı problemlərlə müraciət edirlər? Qadınlarda da yenə də döşün böyüməsidir təbii ki. Bizdə ümumiyyətlə Azərbaycanda implanta ehtiyacı olan xanımların sayı çox daha azdır. Böyük sinədən əziyyət çəkən xanımlarla müqayisədə. Bu da nəyə gətirib çıxardır? Təbii ki, birinci dərinin sallanmağına, dəri sallanmağından da əlavə cinsi münasibət zamanı yaşadıkları qüsur. Müəyyən yaşdan da sonra artıq, bu 50 yaşdan sonradan söhbət gedir, bu insan yeriyə bilmir. 8 kilo, 10 kiloluq böyük bir sinə onurğa sütununu artıq dik saxlaya bilmir. Əlavətən də digər problemlər də, yəni artıq müəyyən qədər menopauzaya girməyi və s. bunlar toplanırlar. Bu insan artıq normal həyat funksiyasını yerinə yetirə bilmir. Yəni artıq söhbət cinsiyyətdən keçdi, kefdən keçdi. Bütün məsələ immuni stoykadadır. Bütün məsələ yeriyiş formasındadır. Əgər xanım yeriyən zaman artıq sinə bunun dik gəzməyinə maneçilik törədirsə, bu insan normal bədəninə uyğun paltar seçməkdə çətinlik çəkirsə, elementar şeylərdir. Bu artıq başa düşməlidir ki, bu slişkən böyükdür. Müraciət edənlər, Azərbaycanda hal-hazırda bununla bağlı müraciət edən qadınlar, onda belə götürür ki, etnik olaraq biz ölkəmizi baxsaq, çoxdursa müraciət edən qadınlar da çoxdur, yoxsa sadəcə bunu nəzərə almır, ömürlərini belə yaşayırlar? Yox, qadınlar kişilərlə müqayisədə daha həssasdırlar öz döşlərinə. Çünki dediyim kimi, zaten kişilərdə də problemin adı nə idi? Qadınsız sinə. Bəli. Sinə deyəndə hər zaman insanın ağlına birinci gəlir, adətən xanımlar. Və xanımlar da təbii ki, hər daim həssasdırlar sinələrinə. Problem burada nədədir? Problem ondadır ki, xanım müraciət edir və xanımın birinci ən əsas arzusu olur ki, kişilərdə də bu var, kəsik izi olmasın. Bizim xanımlarda təklif elədiyimiz texnika ilə, balaca bir dəlik vasitəsi ilə bütün vəzni xaric edirik. Bu əməliyyatın birinci etapıdır. Və gələcəkdə bunun əməliyyat olunduğu bilinmir. Bilinmir. İkinci etapda da eyni xırda dəlik vasitəsi ilə biz ora implant yerləşdiririk. Yəni, tamamilə ləğv edirik süd vəzisini və ora implant qoyuruq. Artıq orada bənzəri problemlər ki, dəri deformasiyasıdır və ya bizə cərrahi bir alət var, elektrokoter ki, mən heç sevmirəm. Elektrokoter istifadə edəndə həmişə orada seromalardır, su axıntılardır və uzun müddət bərpa edən sağalma dövrü müşahidə olunur. İstər ginekamastiya əməliyyatında, istər xanımların sinəsinin kiçiltmə əməliyyatlarında. Biz bunu istifadə etmirik. Bəs bu gələcəkdəki hamiləlikdə və gələcəkdəki uşaq doğuşu zamanı problem yaradırmı süd verməsində? Əksəriyyət hallarda onsuz da gigantomadan biz bəhs ediriksə, yəni çox böyük süd vəzisindən bəhs ediriksə, zaten bu insanlar
laktasiya dövründə, yəni süd vermə dövründə böyük problemlər yaşayacaqlar. Bu qaçınılmazdır. Ona görə də müəyyən hallarda müasir dünya praktikasında da tətbiq olunur artıq. O çox böyük süd vəzisini tamamilə ləğv edirlər. Yaxşı, məsələnin indi tam digər tərəfindən danışaq ki, mənə maraqlı olan tərəfi belədir ki, sizə müraciətlər heç olunub ki, ümumiyyətlə necə ki kişi gəlib öz kişi döşlərinə sahib, normal döşə qayıtmaq istəyirsə, qadın kişi döşünə sahib olmaq məsələsi ümumiyyətlə döşündən narazıdır və istəmir onun ümumiyyətlə döşü olsun. Bizə elə müraciətlər daxil olurlar. Daha çox xarici pasientlərdir. Xanımlar mastektomiya istəyirlər. Yəni kişi sinəsinə sahib olmaq istəyirlər. Dünya praktikasında bu dəqiqə tətbiq olunan FTM, yəni female to male, qadın kişiyə dönür. Trans cərrahiyyəsinin bir hissəsidir. Top surgery hesab olunur. Yəni xanımların sinələrini tamamilə ləğv etdirmək istəyirlər ki, bunlar kişi olsunlar. Bu A variantı. B variantda da bizə müraciət edən pasientlər onkolojik olaraq artıq nənəsində, xalasında görür ki, bu insan süd vəzi xərçəngi var və özündə də formalaşmamışdan öncə tamamilə ləğv etdirmək istəyir. Yəni gələcək həyatında bununla rastlaşmamaq üçün ümumiyyətlə estetik tərəfi düşünmədən bunu ləğv edir. Onkolojik bir şey ortaya çıxmadan, amma genetik faktor var. Genetik olaraq bu insan bilir ki, bunun nənəsində də olub, bunun anasında da olub, bu insana da gəlir artıq. Siz bildirdiniz ki, xarici vətəndaşlar bundan müraciət edəndə. Məsələn, Azərbaycanda azərbaycanlı olaraq bir şəxslər var ki, bununla sizə bağlı müraciət ediblər və siz özünüz bu əməliyyatları icra edirsinizmi? Gəlin belə deyək, bizim üçün bu hər hansısa bir cins dəyişdirmə əməliyyatının tərkib hissəsi deyil. Bizim üçün bu klassik, tibbdə də qeyd olunan mastektomiya, süd vəzisinin xarici olunma əməliyyatıdır. Göstəriş olaraq orada pasientin istəyi yetəri qədər böyük bir səbəbdir əməliyyat üçün və əgər bir insan süd vəzisini ləğv etdirmək istəyirsə, nə insan olaraq özümdə elə bir hüquq görürəm ki, ona sual verim, sənin nə evə lazımdır, nə də bir cərrah olaraq deontologiya qanunları ilə özümdə o hüququ tapıram ki, ona qayıdım deyim, bu sənin nə evə lazımdır. Cərrahi olaraq bu var, icbari tibbi sığortanın da xidmətlər zərfinə daxildir, mastektomiya əməliyyatı və biz mastektomiya əməliyyatını bəli icra edirik. Məsələ üçün, daha öncə deyirsiniz, estetik olaraq bir transgender fərdə əməliyyat eləmək düzgündürmü? Zənnimcə düzgündür. Niyə? Çünki tibbi olaraq da bu artıq önəm daşıyır. Bir transgender fərd, kişi olmaq istəyən xanım, əgər bədəninə hormonal olaraq o hormonları inyeksiya elətdirəcəksə və onun artıq bir sinəsi varsa, bu digər həkimlər öz tibbi qanuni mastektomiya əməliyyatını orada icra eləməyiblərsə, artıq bu insanın xərçəng ehtimalı ən azı 20 dəfə qalxmış olur. Və ən azından Hipokrat andına görə bunu etməyə məcburam. Söhbət sırf döş xərçəngindən gedir, düzdürmü? Mütləq. Beynimə belə bir sual gəldi ki, məncə var ki, belə bir кейsləriniz hal-hazırda sizdə ki, məsəl üçün gənc yaşlarında uşaqlar hansı ki, orta ergən yaşlarında artıq 20 yaşlar belə deyim də, cinsi münasibətlərin həyatda başlanılan vaxtında öz kişidə olan qadın döşlərinə görə kompleksə girib, belə deyim, cinsi münasibətə girməməsi və yaxud hansısa idmanla məşğul olmaması, elementar bir şey deyə bilərəm ki, məsələn, dənizə getməməsi ki, orada məni bu bədənlə görəcəklər. Eləmək istədiyi də, amma eləmədiyi şey, çünki bu kompleksi var artıq. Belə bir hallarda yanınıza gələn pasientlərinizdən ən çox rastlaşdığınız hallar və səbəb olurmu bu tərz şeylərə? Təbii ki, olur. Bizdə pasient gəlib, pasientin yaşı 27-dir, heç vaxt cinsi münasibətə girməyib. Səbəb? Sırf kompleksinə görə? Bəli, sinəmdən utanıram. Başqa bir çox daha travmatik bir hadisə var. Pasient gəlib, 43 yaşı var. Cinsi münasibətə həyatında sadəcə bir dəfə girib. Onda da cinsi münasibət girdiyi buna qayıdır deyir ki, səndəki məndən böyükdür. Və travma. Bəli. Yenə də deyirəm, bizim cəmiyyətin daha öncə də vurğuladım. Bilib, amma sustuğu həqiqətlər var. Ginekamassiyada o həqiqətlərdən biri, hətta mən deyərdim birincisidir. Sadəcə görməzdən gəlirik, belədir də oldu, keçdi. Amma o əşyeni cəmiyyətin 90%-nin deməyi, geri qalan 10%-nin həyatlarının sonuna qədər bunun böyük əziyyətini çəkdiyi həqiqətini də dəyişdirmir. İndiyə kimi əməliyyatını rədd etdiyiniz pasientiniz olubmu? Olubsa, səbəb nə olub? Bəli, əməliyyatı rədd elədiyimiz pasientlər olurlar və bunlar yetəri qədər çox olurlar.
Əksəriyyət hallarda bizim top 3 dediyimiz assistentimlə bir yerdə bir açar sözlərimiz var. Əgər bu konseptə pasiyent yaxınlaşanda bu konseptlərlə yaxınlaşırsa, biz əsla əməliyyata götürmürük. Nələrdir? 1. Həkim, bunun əməliyyatdan başqa müalicəsi varmı? Bununla pasiyent maraqlandığı təqdirdə təbii ki, bu normal bir sualdır. Başım çıxmır, verirəm sualımı təbibə. Burada bir bəhs yoxdur. Problem harada yaranır? Biz konsultasiya edirik, tam məlumatı veririk. Ondan sonra o gedir Əliqulunun yanına, Vəliqulunun yanına bir məlumatlar öyrənir. Və filan həkim Behmanşey dedi. Yəni, əgər pasiyent bir əməliyyat istəyində əmin deyilsə, bu öz növbəsində gətirib pasiyentin bizə olan güvəninə təsir edirsə, biz o pasiyenti əsla əməliyyata götürmürük. Çünki belə bir qanun var. Texnika sağaltmır səni. Səni cərrah sağaldır. Səni həkim sağaldır. Əgər o həkimə güvənmirsənsə, onun verdiyi dərmanı içməyində, onun bıçağının altına uzanmağında heç bir adı yoxdur. Bəs sizin elədiyiniz əməliyyatlarda hansısa bir ölüm riski və yaxud varmı ki, belə bir risklər ki, misal belə bir başqa-başqa əməliyyatlar var ki, hansında ki, tibbdə də var ki, neçəsə faiz, 1% belə olsa, misal 0,1% belə olsa, ölüm riski qeyd olunur və bu əvvəlcədən pasiyentə deyilir. Hansısa bir sizdə elə bir ya ölüm riskimi, ya başqa bir səbəb aça biləcək bir bu əməliyyatdan sonra fəsadlar çıxa biləcək bir şansları və yaxud riski varmı? Varsa siz bunu bildirirsinizmi pasiyentinizə? Təbii ki, məlumat verməyinə verilir. V formalı sinə dediyimiz sinəni formalaşdırmaqdan ötürü 3 dənə fərqli əməliyyat icra olunur. Eyni anda pasiyentin üstündə. Bir, klassik ginekamastiya öz texnikamızla. 2, liposuction tumescent, yəni mayevi liposuction ki, liposuctionlarda ölüm ehtimalı var. Lakin məsələ dozadadır, məsələ miqdardadır, götürülən piyin həcmindədir. 3. Lipektomiya dediyimiz piy toxumalarının, puçokların xarici olunması. Bu 3 etapı biz ancaq formalaşdırandan sonra və bütün geniş nahiyəyə toxunandan sonra pasiyentin istədiyi V formasını ona verə bilirik. Bəs bu əməliyyatlardan sonra, ümumiyyətlə ginekamastiya əməliyyatından sonra bir insanın bu hormonal problemi varsa, siz bunu əməliyyat edəndən sonra belə bir şansı var ki, və yaxud məsəl üçün deyirəm də, həyatda ola bilər ki, 30 yaşında bu əməliyyatı icra elətdirir, 40 yaşında bu yenidən əmələ gəlir və yenidən bu problemlə yaşanır. Yəni, ümumiyyətlə bu yenidən təkrarlana bilən xəstəlikdirmi, yoxsa yox? Bu yenidən təkrarlana bilməz, amma burada belə bir nüans var. Əgər pasiyent bizə gəlirsə və bunun deformasiya səviyyəsi atıram X-dir. Müəyyən bir müddət sonra, bu əməliyyat olunandan sonra, mən bu X həcmini götürəndən sonra buna hansısa bir Y həcmi gələcəksə, deməli bu əməliyyat olunmadan da bunda elə X plus Y olacaq idi. Yəni, mənim götürdüyüm bu sinənin yenidən inkişafını, yenidən ginekamastiyanın geri qayıtmağına təminat vermir. Amma bunun ehtimalı çox azdır. Yəni, bugünə qədər əməliyyat etdiyimiz pasiyentlərin sadəcə 5%, 6%. Yəni, böyüyəcəkdirsə, hal-hazırda O böyüyəcəksə, onsuz da böyüyəcək. Ölçüdən daha da böyüyəcəkdir, Bəli. böyüməyəcəksə daha da böyüməyəcəkdir. Bəli. Bəs yaxşı, şəkərli diabeti olan kişilərdə hormon balansının dəyişdiyi və insulin direncinin estrogendən artma səbəbi olduğu deyilir. Real praktikanıza əsasən diabet, qaraciyər piylənməsi və metabolik sindrom kişilərdən ginekamastiyanın səssizcə artırırmı? Ginekamastiyanı səssizcə artırır və ən önəmlisi də ginekamastiya da səssizcə onları artırır. Yəni, bu bir qüsurlu dövrandır. Örnək vermək lazımdırsa, mən səhər gec oyanıram. Səhər gec oyandığım üçün işə gec gedirəm. Gec getdiyim üçün müdürüm məni danlayır. Müdürüm məni danladığı üçün mənə tabi olan işçiləri danlayıram. Və beləliklə balaca bir qar dənəsi zəncirvari olaraq böyüyür. Bənzəri problemdə metabolik sindromda baş verir. Ginekamastiyadır, 15 yaşı var. Vrozi bu pis bir şey yoxdur. Vəzi normadan biraz böyükdür. Bu insan gedir, idman fəaliyyəti ilə məşğul olur. İdman fəaliyyəti zamanı müəyyən preparatlardan istifadə edir və ya hər hansısa bir nevrolojik problemdən əziyyət çəkir, hər hansısa bir steroid mənşəli preparatlardan istifadə edir. Bu və ya digər cür,
Bu preparatlardan istifadə edir. Öz ginekomastiyasını daha da böyüdür. Ginekomasiya böyüdüyü təqdirdə artıq mədə altı vəzi işə daxil olur və qaraciyər işə daxil olur. Baxın, bu bir-birləri ilə tamamilə əlaqəli olan bir sistemdir. Biz insan bədəninə baxanda, hə bu orqan budur, bu orqan budur. Biz hərdən birdən pasiyent müraciət edəndə sual veririk. İlk sualımız budur ki, erkən boşalma varmı? Qayıdıb deyirlər, ay doktor, erkən boşalmanın buna aidiyyatı var. Mütləq şəkildə var. Və bu bizim cəmiyyətin ən böyük bədbəxtçiliklərindən biridir ki, hal-hazırda gündəmdə olan gecə saat 2-də, 3-də kişi nolu durur, apteklərdən sildenafil tərkibli dərmanlar axtarır. Amma bir dəfə olsun maraqlanmır ki, həqiqətən də bunun erkən boşalmalarının, cinsi zəifliyinin səbəbi nədədir? Skoliozu, kifozu çiynində öndən olması kimi duruş problemləri olan kişilərdə vizual olaraq daha irəli çıxmış görünür. Siz praktikada bu iki vəziyyəti necə ayırırsınız və cəmiyyət bu fərqi bilmir deyə nə qədər yanlış diaqnozlara gəlir? Ümumiyyətlə, onurğası ilə problemi olan pasiyentlər təbii ki, müraciət etməlidirlər bu ixtisasla məşğul olan həkimlərə. Bizə gələnlərdə haqq hesab necə olur? Pasiyent gəlir, bu insanın artıq beli əyridir. Belin əyri olma səbəbi nədir? Sinə. Bu, bizim pasiyentlərin 100%-nin elə 100-ündə də baş verən haldır. Bu insan sırf sinəsini gizlətməkdən ötürü belini əyir. Necə ki, kök olan insanlar qarınlarını gizlətməyin bir bədən formasını tapırlar, sinədə də eyni haqq hesabdır. Əməliyyatdan sonra da bizim həmişə tövsiyə elədiyimiz şey niyə görə üzgüçülük olur? Düzdür, bunu videolarda həmişə məcburuq sırf dəri dartınması ilə əlaqələndirək, amma əksəriyyət hallarda məsələ onurğa problemlərinin bərpası üçündür. Çünki heç bir fitness, heç bir bodybuilding sizə o ideal asankanı verməyəcək, üzgüçülük kimi. Yəni əməliyyatdan sonra məsləhət olan proses Üzgüçülük. Bəli. Okey, bəs çiyinləri geniş, üçbucaq bədən tipli kişiləri kvadrat və ya düz bədən quruluşuna malik kişilərdə eyni dərəcədə də vəzi böyüməsi fərqi görünür də normal olaraq və bu bədən quruluş fərqləri insanların özünə yanlış ginekamastiya diaqnozu qoyulmasına əsas səbəblərdən biridirmi? Ümumiyyətlə, ginekamastiya sözünü əhalinin 99%-i düzgün tələffüz edə bilmir ki, təəccüblü bir şey də yoxdur. Qadınsız sinə deyək buna. Qadınsız sinə o deməkdir ki, sizin sinəniz qadına oxşuyur. İstər üçbucaq olsun sinəniz, istər kvadratik olsun. Əgər orada qadınsızlıq, yəni yanlardan bir oval varsa və güzgüdə də baxanda özünüzdə artıq bunun kompleksini yaşayırsınızsa, sizdə deməli ginekamastiya var. Məsələ burada sadəcə diaqnozu qoymaq deyil. Məsələ burada sizin arzuladığınız, ideal hesab elədiyiniz sinə formasıdır. Elə insanlar var ki, birinci dərəcəli ginekamastiyaları ilə yaşayırlar və xoşbəxtdirlər. Təbii ki, dördüncü dərəcəli ginekamastiya ilə yaşayıb xoşbəxt olanlar nadir hallardadır. Çünki bunlarda artıq bəlirgin bir qadınsız sinədir. Amma yox, biz burada məhz V ideal tipdən söhbət aparırıqsa, V ideal tip nə deməkdir? Yəni biz çiyinlərdən orta sümük xəttinə bir xətt aparanda sinəmiz V formalı, bu V formasına paralel durmalıdır. Əgər orada paralellik hər hansısa bir yerdə pozulursa, bu o deməkdir ki, artıq sizdə ideal sinə yoxdur. Bizdə əməliyyatdan qabaq da, əməliyyatdan sonra da pasiyentlərin üstündə hər zaman videolarda da, səhifəmizdə də bu barədə videolar var, ətraflı məlumat da var. Biz göstəririk ki, sizdə sinə necə idi, indi necədir və siz bir-iki dənə də bizim post-surgery, yəni əməliyyatdan sonraki dövrdə verdiyimiz tövsiyələrə uysanız, necə bir sinəyə sahib ola biləcəksiniz. Haqsız bir avantajdırmı? Bəli. Çünki trenajör zalında insanlar illərlə əziyyət çəkib, əsla o sinəyə çox vaxt sahib ola bilməzlər. Bu səbəbdən də Arnold Schwarzenegger'dir, Dwayne Johnson'dur. Bu qədər populyar simalar bu əməliyyat olunmuşdular. Çox vaxt problem nədədir əməliyyatdan sonra? Əməliyyatdan sonra pasiyentin uzanan yerdə şəklini paylaşırlar. Uzanan yerdə sinə zaten nə qədər ağır vəziyyətdə olur olsun, ideal görünəcək. Məsələ sinəni ayaq üstə duranda necə göründüyüdür. Və ən önəmlisi də hərəkət edəndə necə göründüyüdür. Azərbaycan Respublikasında və Türkiyədə sadəcə bizim səhifəmizdə pasiyentin əməliyyatdan əvvəl və əməliyyatdan sonrası videoları hərəkətli formada təqdim olunub. Bu nə deməkdir? Əksəriyyət hallarda cərrahın yanına gedirlər, cərrah ginekamastiya əməliyyatı elədiyini iddia edir, göstərir. Lakin sadəcə sinənin müəyyən bir nahiyəsini əməliyyat elədiyi üçün digər nahiyələrin harmoniyasını verə bilmir.
Ona görə də bəli, ginekomastiyası əməliyyatı olmuş insan həmişə V formasına sahib olacaq deyilən bir qanun yoxdur. Amma o V formasını yaratmaqdan ötürü 3 əsas əməliyyat icra olunmalıdır eyni anda. Tam total liposuction, tumescent liposuctiondan söhbət gedir. Yalandan 5-10 dəqiqəlik liposuctiondan yox. Ki, liposuction barədə onsuz da danışacağıq. 2. Vəznin xaric olunması. 3. Lipektomiya. Bu üçü olmadan o əməliyyat əsla V forması ideal hesab oluna bilməz. Liposuksiyalar demişkən, ölkədə ən belə trenddə olan sözlərdən biri və qadınların ən çox üz tutduğu, amma bir o qədər də riskli və məsuliyyətini dərk etməyən həkimlərin də olduğu bir sahə, hansı ki, mən çox hallarda son zamanlarda əslində o siyahlaşdırdılar, düşdülər bu məsələnin üzərinə ki, Səhiyyə Naziri tərəfindən ki, saxta cərrahlar və yaxud da ki, digər sahələrdə çalışmış həkimlər, hansılar ki, ixtisası bu deyildi, amma bacarıram deyib də bunu edən həkimlərimiz var. Yenə deyirəm, necəsə bunun qarşısını almağa çalışırlar, amma yenə də bildiyim qədərilə və eşitdiyim qədərilə bu hələ də var. Necə pasiyentlər əmin ola bilər ki, düzgün mütəxəssisə yanaşırlar və düzgün mütəxəssisə etibar eləyirlər? Ümumiyyətlə, Səhiyyə Nazirliyi 42 nəfərlik spesifik ortaya çıxartdı. Orada biz 9-cu sırada Əliyev Vəli Malikoğlu registr nömrəmizlə də mövcuduq. Hal-hazırda məsələ nədən ibarətdir, qardaş? Girir bu insan TikToka. TikTokda bunun qabağına çıxır, sanki hər hansısa bir əşya alırmış kimi bir reklam. Paltar Üstündə yazılır, bəli, paltar dükanı, klassik. Üstündə yazılır qiyməti, hər şey daxil, analiz daxil, xəstəxanada qarşılayırıq, evə çatdırılma xidməti var, nə bilim, nə var. Və təbii ki, buna insan olaraq daha rahat gələn variantdır. Həm daha münasib qiymətdir, həm daha yüksək servisdir. Lakin bu Azərbaycanda o məşhur, bizim də sevmədiyimiz estetik cərrah ifadəsinin populyarlaşmasına gətirib çıxardır. Tibbdə, yəni baza təhsilini aldıqdan sonra ixtisas olaraq plastik və rekonstruktiv cərrahiyyə var. Estetik cərrahiyyə yox. Estetik cərrahiyyə, plastik cərrahiyyəni bitirən bir insanın seçdiyi yan daldır. Elə insanlar var ki, dünənə qədər öt xaric eləməklə məşğul idilər. Bu günləri bu məsələ aktuallığını qazanır deyə, tezbazar oldu estetik cərrah, qutardı getdi. Ki, həkim olsalar dərd yarı, əksəriyyət hallarda heç həkim olmayan insanlar da maklerlik dediyimiz işlə məşğuldular. Bir TikTok səhifəsi açır, oradan-buradan həkimlərin əl işlərini götürür, paylaşır, tezbazar pasiyentini tutur, əməliyyatını eləyir və təbii ki, qiymət olaraq bu dərəcəyə gəlib çatmaq üçün hər hansısa bir əziyyət çəkmədiyi üçün qiymətlər minimaldır. Klassik alverçi yanaşması. Buna görə də liposuctionda Azərbaycanda yetər qədər ölüm hadisələri baş verib və bu gedişlə də zaten baş verməyə davam edəcək. Burada məsələ bilsin nədədir? Bir insan özünə adi iynə vurduran zaman belə qabağındakına sual verir ki, əlin yüngüldürmü? Bunun bir, belə deyim də, ən azından bacarırsanmı bu işi? Bizdə hal-hazırda gəldiyimiz durum nədir? Bu insan girir TikToka, TikTokda 2-3 dənə videonu gördü, həmin o həkimlə əlaqə saxladı ki, bununla əməliyyatdan qabaq söhbət edən insan həkim belə olmur adətən. Və bu dərhal həkimlə belə söhbət eləmədən girir əməliyyata. Onda belə çıxır ki, mütləq ki, gələn pasiyentlər müraciət elədiyi həkimin bu siyahıda olub-olmadığını yoxlamalıdır, əvvəlcədən bu sənədləri ondan tələb eləməlidir, görməlidir, əmin olub, sonra buna etibar eləməlidir. Məsələ nədədir? Bu niyə bunu tələb eləmir? Çünki bunun həkim seçəndə, yəni bunu mən hamıya şamil eləmirəm təbii ki. Qısa bir qrupa şamil eləyirəm. Əsas seçimi bunun qiymətdir. Bir söz var, insan özünə hörmət eləməlidir. Əgər bir hər hansısa iPhone almaqdan ötürü sən kreditə girirsənsə, sənin həyatında sadəcə bir dəfə özünə elətdirəcəyin əməliyyatda durub simiclik eləməyin, durub bunun ekonom versiyaları ilə maraqlanmağın nə qədər düzgündür? Həyatı risk atmağın düzgündür. Son olaraq belə bir sual vermək istəyirəm ki, ölkədə biz ilk dediyimiz kimi də bu ginekamastiya çox da bilinməyən və yaxud da ki, tabusu olan bir məsələ olduğu üçün insanların indiyə qədər maariflənməsi daha az aparılıb və bu sahədə o qədər də təcrübələri olmayıb. Mən sadəcə sizdən bir həkim kimi sual vermək istəyirəm ki, gələcəkdə valideynlərin, övladı olan valideynlərin hansı ki bir ərgən yaşlarına çatacaq bir hallarda olan bir zaman artıq bu diaqnozu özləri bir
ilk öncədən görmələri və bunu həkimə müraciət eləmələri haqqında necə bir maariflənmə işləri aparılmalıdır ölkədə və ümumiyyətlə bununla bağlı valideynlər necə bir qərar verilməlidir, necə bir diaqnoz özləri əvvəlcədən ki, bu problemdir övladımda, bunun üzərinə düşüm erkən yaşlarda düşsə daha da fəsad olmayacaq böyüyəndə və bayaqdan danışdığımız, təxmini bir 40-50 dəqiqə danışdığımız məsələlərin hamısı gəlib bu səbəbə çıxmasın deyə erkən yaşlarda bunlara bir müdaxilə olunsun və bu problemlər yaşanmasın deyə nələr etmək lazımdır? Həm cəmiyyət olaraq, həm dövlət olaraq, yəni qurumlar olaraq ki, biz bunu yarada bilək. Birincisi, təbii ki, məktəblərdə də, digər təhsil ocaqlarında da bu barədə məlumatlar verilməlidir. Misal üçün, Amerika Birləşmiş Ştatlarında bir sıra məktəblərdə, Analar Dərnəyində ginekamastiya mövzusu intensiv olaraq müzakirə olunan bir mövzudur. Bunun da ən əsas səbəbi nədir? Amerikada ginekamastiyadan sırf bu səbəbdən intihar halları yetər qədər çox baş vermişdir. Bizim danışmağımız, izləyicilərin izləməyi, bənzəri videoların bölüşülməsi, paylaşılması, birinci bir insan problemin nə olduğunu təyin eləməlidir. Yetişkinlərdən söhbət gedir. Ardından artıq bir məktəbli bundan əziyyət çəkəndə məktəbli bilməlidir. Çünki bizdə adətən necə olur? Müəyyən qrup pasientlərdən söhbət aparırıq. Uşağın 16-17 yaşı var. İndi uşaq deyirəm, yəni 18 yaşı olmayıb. Biz onu əməliyyat eləyə bilmərik. Valideyn razılığı olmadan. Yaxınlaşır bizə, valideynini də zorla gətirir bizim yanımıza. Biz izah edirik valideynə. Gedir, yox filan kəs behman şey dedi. Söhbət tibbə heç bir aidiyyəti olmayan insanlardan gedir və onların bildirdiyi rəylərdən gedir. Yumşaldıcı və normallaşdırıcı. Bəli, mitigation bizdə baş verir. Hər daim. Ki, əşşi. O əşşi ifadəsi nəyə gətirib çıxardır? Çox maraqlı bir hadisəni danışım. Bu yaxınlarda bir pasient müraciət elədi və qayıtdı dedi ki, doktor, mən necə olar ki, sizin yanınızda işləyim, sizə köməklik göstərim. Siz də bu əməliyyatı bizə eləyəsiniz. Mən biraz duruxdum, dedim, inanın, yəni 18 yaşınız həqiqətən də tamam olmuş olsaydı, məsələ sadəcə qiymətdirsə, biz bunu həll edə bilərdik sizinlə. Amma 18 yaşı olmadığı üçün əfsuslar olsun ki, biz o insanı əməliyyata götürə bilmədik. Artıq o yaşlarda başa düşür ki, bu problemlə yanaşı. Bəli, çünki ilk cinsi münasibətinə də girə bilmir, məhz ginekomastiyası olduğu üçün. Yəni, o artıq bunun beynində bir eigen tumör almanlar demişkən, yəni böyük təkbaşlı bir divdir bunun beynində artıq bu problem. Və bu gələcəkdə onun gələcək həyatına, karyerasına, hər bir şeyinə təsir edəcək. Özgüvənin olmadığı üçün. Təşəkkür edirəm doktor, gəldiniz, vaxt ayırdınız, dəvətimizi qəbul etdiyiniz üçün. İnşallah bizim videolarımızdan insanlar da faydalanarlar. Ümumiyyətlə ginekamastiyanın nə olduğunu başa düşərlər və belə bir problem varsa erkən vaxtlarda və yaxud gec olsa belə bunun üzərinə düşüb sonraki fəsadlarının necəsə önünü alarlar, qarşısını alarlar. Çox sağ olun bir daha gəldiniz, vaxt ayırdığınız üçün. Çox sağ olun Hüseyn bəy, dəvətiniz üçün minnətdaram. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək videolarımızda qonaq qismində kimləri görmək istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənib və paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.